Xoş gördük əziz dinləyicilər. Bir neçə vaxtdır ki, artıq Ukraynada yetim düşən uşaqların Türkiyədə başına gətirilən hadisələr barəsində müəyyən araşdırmalar var və BMT-nin də bu barədə bir qərarı var. İnanın mənə bir neçə vaxtdır ki, mən bundan danışmaq istirdim, amma danışmağa çəkinirdim, danışmağa utanırdım, danışmağa sıxılırdım. Halbuki mən həmişə sizə demişəm ki, boş-boşuna dindən danışanlar, boş-boşuna haqdan danışan insanlara çox da fikir verməyin. Boş-boşuna ey Qəzza deyənlərə çox da fikir verməyin. Əsas əmələ baxın, əməldə nə göstərir ona baxın. Bu günləri bir hörmətli izləyicilərimdən biri də mənə yazdı ki, İlxan bu barədə danışılan, o da məcbur etdi ki, məni nəhayət mən də bu barədə danışım. Deməli, siz təsəvvür edin 2023-cü ildə 510 Ukraynada yetim düşmüş, atasını, anasını itirmiş körpələr Türkiyəyə göndərilir və Azərbaycanda da gəlib bundan da danışacağım. 510 Türkiyəyə gələn bu qaçqın uşaqları, bu yetim uşaqları Antalya və o bölgələrdə yerləşdirirlər. Demək, 2024-cü ildə Ukraynadan gələn bir deputatlardan ibarət olan bir heyət bunları yoxlamaq istəyəndə bunların, bu körpə uşaqların 263-ünün ağır vəziyyətdə, şiddətə məruz qaldığını üzə çıxardır. Və bu uşaqlardan 2 nəfəri, körpə uşaq 2 nəfərin hamilə qaldığını görür. Və çox dəhşətli bir mənzərədir, siz təsəvvür edirsiniz. Səhərdən axşama qədər ölkədə məscid tikməkdən danışan Türkiyədə, səhərdən axşama qədər güya Qəzzaya ədalət aparmaq istəyən Türkiyədə, səhərdən axşama qədər yetim haqqından danışan, səhərdən axşama qədər Quran ayəsi dilindən düşməyən bu insanlar, bu insanların məmləkətində əlbəttə ki, mən Türk xalqını, bizim qardaşlarımızı hamısı belə deyil. Amma söhbət burada əlbəttə sistemdən gedir. Bunu sadə vətəndaş eləyə bilməzdir. Bunu bir dövlət himayəsinə götürməlidir və bu dövlət özünü İslamçı bir dövlət hesab edir. Baxın, 263 uşaq zorakılığa məruz qalıb və bu yetimlərin ikisi də hamilə qalıb. Siz təsəvvür edin. Və bu ölkədə səhərdən axşamına haqdan, ədalətdən və yetim haqqından danışılır. Ona görə də boş-boş danışmaq deyil, boş-boş kiməsə haqq gəlmək, kiməsə güya ədalət gətirməkdən gedir. Elə bir sistem yaratmalısan ki, sistem ədalətli olsun. Danışmaqla sistem yaranmır. Boş-boşuna özünü haqq adamı kimi göstərməklə sistem yaranmır. Boş-boşuna ona ədalət, buna ədalət paylamaq, güya sən yetimlərin hamisisən deməklə bu yaranmır, gərək sistem yaradasan. Sistem yaratdıqda yalnız və yalnız bu öz haqlı tərəfini tapa bilər. İkinci, bu yetim uşaqlardan Azərbaycana da gələnlər var. Yüzlərlə Ukraynalı uşaqlar, yetim uşaqlar Azərbaycana gəliblər. Və burada da yoxlanışdan keçiblər. Amma Azərbaycanlıların bu yetim uşaqlara qarşı münasibəti bütün Ukraynalıların gözlərini yaşardıb. Ki Azərbaycan xalqı necə də qonaqpərvər, necə də bizim uşaqlarımızı öz uşaqları kimi himayə durublar. Baxın, ona görə mən həmişə deyirəm, Azərbaycan xalqı bütün İslam dünyasından, mən bütün İslam dünyasından qeyd-şərtsiz Azərbaycan xalqı daha ləyaqətli millətdir, daha İslami millətdir, daha müsəlmandır, müsəlmandır, fitrətində müsəlman var. Bunlar kimi səhərdən axşamda boş-boş danışmır, fitrətində müsəlman var və daha yaxşı insandır. İstəyirdim bu barədə danışım və bu barədə də sizə məlumat verim ki, artıq dünya bu məsələni araşdırmağa başlayıb. Təşəkkür edirəm diqqətinizə görə.